Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Binəqədidə demək 170 marşrutundan hardasa 350 metr məsafədə, son dayanacağından 350 metr məsafədə bir də bələdiyyə marşrutu düz bax buradan, hörmətli izləyicilər, qapının ağzından keçir. Gördüyünüz kimi bu evin xarici görünüşüdür. Ev demək 6 qaraj, hündür kürsülü bir evdir, 4 otaqlı, tam təmirlidir. Aşağın amma indi göstərəcəm, kürsülü, hündürlüyünü də göstərəcəm. Əlavə də burada aşağıda da otaqlar yaratmaq olar. Gördüyünüz kimi bu evin xarici görünüşüdür. Buradan rahat həyətinə qaraja 2 dənə maşın daxil ola bilər. Buradan daxil olur evin həyət hissəsinə. Ev tam təmirli vəziyyətdədir. Gir yaşa vəziyyətində olan bir evdir. Hər şey qaydasındadır. Yuxarıdan söhbət gedir. Burada da belə bir yüngülvari bir həyəti var. Belə oturub durmaq üçün, belə paltar sərmək üçün belə bir həyəti var. Gördüyünüz kimi hörmətli izləyicilər, evin hündürlüyü göz qabağında. Buradan öz ev sahibi şəxsi evdir bu, özünə tikdirib. Görsün hamısı sistemi səliqəli kollektor sistemində yığdırıb bütün atarinləri. Yəni evin temperaturunu normal vəziyyətdə saxlamaq üçün hər şəraiti yaradıb ev sahibi. Gördüyünüz kimi hörmətli izləyicilər, indi keçəyin bax buranın evin aşağı hissəsindən tanış olaq. Bax bu hissəsində bax burada da gələcəyə bax yay mətbəxi yaradılır. Düzdür, təmirsizlik yayda zətdə oturmaq üçün əlverişlidir. İki ailə də yaşamaq üçün burada belə bir şərait yaradır. Bax evin keyfiyyətini siz nəzərdə çatdırın. Baxın, bax bunlar hamısı rigirlərdir. Ev sahibi həqiqətən evi özünə tikdiyi üçün keyfiyyətli materiallardan istifadə edib, plus rigirlərdən, beton rigirlərdən istifadə olunub. Evin keyfiyyəti, yəni dayanacağınız üçün burada belə tumbalar qoyub, gördüyünüz kimi də bu hissəsi də sanuzi üçün nəzərdə tutulub, hamam tuvalet üçün. Yəni bu aşağı da koridor sistemindədir əslində. Burada da bir otaq kimi nəzərdə tutulub, bu aşağı da təmir edilib, otaq eləyə bilərsiniz. Burada bu hissəsi də gördüyünüz kimi qaraj hissəsidir. Bax belə görsən yayda oturmaq üçün belə bir ev sahibi burada istirahət elə belə də sərinləmək üçün, belə deyək. Yayda zətdə oturmaq üçün belə bir şərait yaradıb, amma təmirsizdir əslində. Burada da bax qaraj hissəsi, 2 dənə maşın rahat daxil ola bilər. Buranı da belə bağlasınız, evə bax bu hissədən, rigirdən buranı bağlasınız, əməlli başlı burada bir otaq yarada bilərsiniz. Bir zal otağı kimi, bir yataq otağı, sanuzel, 2 otaq burada rahat mümkündür. Bir də 3-cü otaq, bu da 3-cü otaq. Yəni mümkündür burada, mətbəx kimi istifadə oluna bilər, 2 otaq orada. Yəni burada ciddi bir şey yoxdur, yüngülvari xərci var. Keçən indi hörmətli izləyicilər, evin içindən tanış olaq. Buradan qalxırıq yuxarı. Evin hündürlüyüdür, aşağı ilə tanış olduq. Aşağıda da 2 otaq, bir mətbəx kimi nəzərdə tutulmuş bir otaqlardır. Yuxarıda da tam təmirli 4 otaqdır. Girən kimi bura dəhliz hissəsi. Dəhlizi haradasa 1.50-1.60 olar. Təxmini eni deyirəm. Tavanlar 3 metrdən hündürdür. Bax, tavanlar da çox hündürdür, havalı evdir. Sol tərəfdə bura qonaq otağıdır. Qonaq otağın haradasa uzunluğu bir 7 metr olar. 7-dən də belə, elə 7 rahat var. 7-7-50 olar. Ev də təmirlidir, səliqəli vəziyyətdədir, heç bir problemi yoxdur. Təmir də qaydasında, gördüyünüz kimi də bütün atablin sistemlər də hamısı qaydasındadır. Atablin sistemi ilə mətbəx mebelləri evin içində qalır, bunu nəzərinizə çatdırın. Bura mətbəx hissəsidir. Mətbəxi də gördüyünüz kimi genişlik, ürək açandır. Ev sahibi özünə tikdirib deyə hər şey qaydasındadır. Mətbəx də bax belə, tavanlar da hündür. Mətbəx mebelləri sağlam vəziyyətdədir, təzədir demək olar. Heç bir, yəni, xarab olan yerləri yoxdur. Hamısı qapıları bax belə rahat, qapaqları bax belə rahat açılır. Görsünüz rahat, həm də təzədir. Nə çartlayıb, nə bir şey eləyib, nə xarab olub, hamısı qaydasındadır. Pəncərələr də gördüyünüz kimi genişlik, ürək açandır. Sonunda burada bir dənə ikinci otaqdır, uşaq otağıdır. Burada təmirlidir. Pəncərəsindən tam rahat evin içindən işıq düşür. Ev kuru qabı qoşa daşdan inşa olunub. Kəməri vurulub, yəni hər şey qaydasındadır. Bu 3-cü otaqdır. Burada haradasa təxmini bu 14 kvadrat olar. Təxmini ölçülər deyirəm, hörmətli izləyicilər, az fərq eləyər. Gördüyünüz kimi hörmətli izləyicilər, bax bu hissəsi də təmir vəziyyətdədir. Bu hissəsi də demək olar, haradasa, burada da 3-ün 5-ə, burada da bir 15 kvadrat, 16 kvadrata yaxın. Burada bir yataq otağıdır, yataq otağı da gördüyünüz kimi pəncərəsindən tam rahat evin içinə işıq düşür, ev havalı evdir.
Gördünüz hörmətli izləyicilər. Bu axırıncı otaqdır. 4-cü otaqdır. 3 yataq, bir zaldır, bir mətbəxdir. Burada da bir sanuzeldir. Sonunda, dəhlizin sonunda sanuzeldir. Sanuzel də təmir vəziyyətdədir. Gördüyünüz kimi də hər şey qaydasındadır. Duş kabinə zaten hamısı demək olar qoyulub. Hörmətli izləyicilər, kimlər evin satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Ses Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın hörmətli izləyicilər. Demək, sənədi, bələdiyyə sənədidir, arxivli sənəddir, kupçaya gedən sənəddir. Yenə qeyd edirəm, 170 marşrutlardan hardasa 300-350 metr məsafədə yerləşir, hündür yerdə yerləşir. Üstəlik də qapının ağzından düz sentralniyə qədər bələdiyyə marşrutu hər gün işləyir. Yəni, intervalı da normaldır. Bunu da nəzərinizə çatdırın. Evin qiyməti, demək, start qiymət 98.000 start qiymətdir. Real alıcı olsa endirmə olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. 98.000 start qiymətdir.